en çok soruşulan suallardan da biri budur. Doktor, keysəriyyə sonrası normal doğum edə bilərəmmi? Bəli, edə bilərsiniz. Əgər qadın bir kəs keysəriyyə olunubsa, növbəti hamiləliyində normal doğuş edə bilər. Lakin bunun öz kriterləri, öz şərtləri vardır. Əlbəttə ki, birinci keysəriyyədən ən azı 2 il keçməlidir ki, ikinci doğum normal doğuşlu olsun. Və birinci keysəriyyədəki göstəriş, əgər mütləq göstəriş deyilsə, bəli, bu zaman siz ikinci dəfə normal doğum edə bilərsiniz. Siz normal doğuş edəcəyiniz klinika yüksək səviyyəli bir klinika olmalıdır. 7-24 saat qan bankı olmalıdır və sizin doğuşunuzu qəbul edən həkim cərrah mama ginekoloq olmalıdır. Çünki bizim burada əsas qorxduğumuz uşaqlıq üzərində olan çapığın yırtılması ehtimalıdır. Və həmçinin bu hamilələr heç bir dərmanla induksiya olunmamalıdır, yəni sancıları özü başlamalıdır. Bəli, bu sadaladığım şərtlər altında siz normal doğuş edə bilərsiniz. Lakin bunu unutmayın, keysəriyyə sonrası normal doğuş zamanı yenidən operativ, yəni keysəriyyə doğuma keçmək ehtimalı da hər zaman vardır.